Herkese salamlar. Sizlərə söz verdiyim bir gündə nələr yeyirəm reisini paylaşmağa gəldim. Səhər saat 6-7 arası adətən oyanıram. Oyanan kimi orqanizmi nəmləndirirəm. Adətən aloe şirəsi qatıram içdiyim suya və sonra otlu çay içirəm. Çıxıram səhər yürüyüşünə. Mütləq 1 saat yürüyüş edirəm. Sonra isə səhəri balanslaşdırılmış kokteyl ilə başlayıram. Bu artıq 8 ildir belədir. Sonra üz masajımı eləyirəm və ondan sonra isə pilatesə gedirəm. Sonra bir neçə dəqiqə saunaya girirəm. Saat 12-də adətən ya bir ədəd meyvə yeyirəm və yaxud da ki, həftədə 1-2 dəfə olmaqla çöldə görüşlərimi keçirdiyim zaman acı tünd kofe içirəm. Günorta yeməyini isə saat 2-də yeyirəm və burada gördüyünüz kimi qreçka, ət, salat, yumurtadan ibarətdir. İkinci öğün isə adətən fit şirniyyatlar olur və yaxud da ki, badam yeyirəm. Sonra isə idmana gedirəm. İdmandan 1 saat yarım etdikdən sonra şam yeməyimi yeyirəm. Şam yeməyimdə yumurta, tuna salatı, hər dəfə fərqli protein və salatlar seçirəm.